12-ci sualın həllinə baxaq. Sualın şərtində deyir, qarşılıqlı əks ədədləri göstərin. Yadınızda saxlayın, əks ədədlər yalnız işarəsinə görə fərqlənən ədədləri deyilir. Yəni, eyni ədəd olmalıdır və hər iki ədəd işarəsinə görə fərqlənməlidir. Yəni, biri mənfidirsə, biri müsbət olmalıdır və yaxud da biri müsbətsə, digəri mənfi olmalıdır. Baxırsınız ki, C variantı ikisi də müsbətdir. Ona görə C variantı çıxır. E bəndi də həmçinin hər ikisi müsbətdir. Ona görə çıxdı. B və A bəndi hər ikisi fərqli ədədlərdir. Əgər burada mənfi 3 və B bəndində burada 3də 1-in qarşısında mənfi olmasaydı, bunlar qarşılıqlı tərs ədədlər götürüləcəkdi. Qarşılıqlı tərs ədədlərin də hasili 1-ə bərabərdir. Ancaq şərtdən bizdə əks ədədlər istəyir. Ona görə cavab D götürülür. Nəyə görə? Çünki biri mənfidir, digəri müsbətdir. Yəni, hər ikisi eynidir, 4-4. Sadəcə birinin işarəsi mənfidir. Və yalnız işarəsinə görə fərqlənən ədədlərə də əks ədədlər deyilir. Ona görə cavab D bəndidir.